Hörmətli xanım sədr, hörmətli deputatlar, hörmətli xanım sədr, sizi Pakistan İslam Respublikasına növbəti uğurlu səfəriniz münasibəti ilə təbrik edirəm. Və eyni zamanda fürsətdən istifadə edib xalqımızda 18 oktyabr müstəqilliyin bərpası günü münasibəti ilə təbrik edirəm. Və sizin çıxışınızda, xanım sədr, cənab prezidentin son 15 gün ərzində təxminən müxtəlif coğrafiyalardakı deməli, təmsilçiliyi və Azərbaycanın milli maraqlarının yüksək səviyyədə qorunması ilə bağlı fikirlər səsləndi. Həmin fikirlərə müdafiə edərək söyləmək istəyirəm ki, artıq dövlətimizin başçısının dünyada nüfuzu o səviyyəyə gəlib çatıb ki, o sadəcə bir dövlətin rəhbəri kimi qəbul edilmir, artıq məhz dünya miqyaslı lider kimi qiymətləndirilir. Və BMT Baş Məclisində 193 dövlət var. Deməli, 193 də lider var. Amma Azərbaycan prezidenti bəlkə də yeganə dövlət başçısı oldu ki, o daha ölkəsinin üzləşdiyi problemlərdən deyil, məhz qalib prezident kimi zəfərə gedən yoldan danışdı. Yeni tarixi reallıqlardan bəhs etdi və Azərbaycanın nail olmaq istədiyi yeni hədəfləri bütün dünyaya bəyan etdi. Avropanın təxminən 50-yə qədər dövləti var və Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev Kopenhagendə Avropa Siyasi Birliyin 7-ci sammitində artıq Avropanın aparıcı liderlərindən biri kimi öz mövqeyini ortaya qoydu. Yenə də Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə ifadə etdi və Ermənistan baş naziri ilə sülh prosesi ilə bağlı növbəti deməli danışıqlar və artıq İçərimizdə bir inan var ki, bütün bu danışıqların məntiqi sonluğu kimi 2026-cı il tarixə çoxdan gözlənilən bir sülh ili kimi daxil ola bilər. Biz buna inanırıq. Və Qəbələdə isə Türk Dövlətləri Təşkilatının sammitinə keçirdi, ona ev sahibliyi elədi. Və cənab prezident həm də bununla göstərdi ki, bugünkü dünyamızdakı dövlətlər arasında bir etimadsızlıq mühiti hökm sürməkdədir. Bu reallıqda dövlətlər arası münasibətlər necə olmalıdır sualına cavab axtarılsa, Türk dövlətləri arasındakı münasibətlər bir nümunədir, bir örnəkdir. Və artıq bu təşkilat dünyanın əsas geosiyasi mərkəzlərinin birinə çevrilməkdədir. Və nəhayət Şarm-el-Şeyxdəki baş verən hadisələr bütün dünyada Azərbaycan prezidentinə olan yüksək etimadın bir ifadəsi idi. Dünyanın ən ağır münaqişələrindən birinin həlli baş verirdi. O istiqamətdə tarixi addımlar atılırdı və Azərbaycan prezidenti bu tədbirə dəvət edilmişdi. Niyə görə? Ona görə ki, sülh prosesinə töhfə verə biləcək liderdir və bunu sözü ilə yox, əməli ilə təsdiqləmiş dövlət başçısıdır. Və hesab edirəm ki, dünyanın fövqəladə dövləti olan Birləşmiş Ştatların prezidenti Trump'ın cənab prezident İlham Əliyev haqqında dediyi sözlər, dediklərimizi bir daha